görmək çox maraqlıdır. Teşekkür ederim. Ümumiyyətlə, basketbolla bağlı, liga ilə bağlı, təbliğatla bağlı öz fikirlərinizi səsləndirin. Nələr gözləyirsiniz? Bilmiyoruz ki Azerbaycan'da bu bir ilktir. Her şey diğer ülkelerin medya ligalarıyla oynamaktır. Maraqlı oldu, maraqlı bir çempionatdır, ligadır. Əsas olsun iştirak etməkdir. Sizin kimi basketbol həvəskarların sayı çoxalsın ki, ölkədə təbliğat da bu istiqamətdə artsın. Uğurlar arzulayım sizə növbəti oyunlarda. İnşallah daha yaxşı olacaq bundan sonra da. Uğurlar. Verdiyse Bakın Xeyt komandası alkışlarınızla nömrə 22 Mirzəli nömrə 23 Ağayev nömrə 28 Vüqarullu nömrə 88 Nağiyev nömrə 20 Hüseyinov Vakıf Xeyt komandası alkışlarınızla o günləri geçək Slajanitsin Anastasiya Simiyev komandanın kaptanları hakimlərimizin yanına yaxınlaşsın. Komandaların kaptanları hakimlərimizin yanına yaxınlaşsın. Üç atmanın nəticəsini öyrənmək üçün. Bakuk Bey Media Kings komandalar karşılaşıyor. Media Kings Baku Hill karşılaşması. Media Kings'in heyətində tanınmış simalar var. Vadim Kutukov, Alfonso Dominguez və Fəxri. Boks komandamızın üzvü Olimpiya mükafatçısı Alfonso Dominguez. Media Kings hesabı öndədir. Vadim Kutukov xal qazanmışdı.
Və ən təhlükəli basketbolçudur 20 nömrəli oyunçu Hüseynov. Qırmızı formada oynayan Bakuit komandasının heyətində. Məncə bu qrupun sonuncu oyunu səhv eləmirəm. B qrupunda oyun. Bu çox əlbəttə ki, çox maraqlı oyun olacaq. Çünki qrupda 2 dənə güclü komanda razılaşıb. Güclü komanda deyim, güclü komanda güclü oyuncuya qarşı razılaşır. Əlbəttə ki, bu işləri sevir. Alfonsonu çağırmaq olar bura. Alfonso Oyundan sonra yəqin ki. İngilis dilində də olsa Danışsın. bəli, fikrini bildirər və biz də tərcümə eləməyə çalışarıq. Fəxriyyə düşdü. Məncə o istədi fol qazansın. Vadim xal qazanmışdı, Vadim. Oyuncular da başa düşməlidir ki, hakimlər hələ ki hər şeyə Reaksiya verə bilməzlər. bəli. Hüseynova çətin olacaq. Emin Hüseynova. Çox istəklidir. Çox. Hər məşqdə iştirak eləyib. Məşqdən hamıdan qabaq gələ, hamıdan axırda çıxar. Alfonso hakimlə etiraz edir. Bura boks meydanı deyil. Hətta mən sənə deyə bilərəm, qırmızıların udmağa şansı var. Ola bilər. Qırmızıların udmağa şansı var çünki mən Emini tanıyıram. Olar. Emin bitirəcək, Emin girəcək içəri, gol qazanacaq, üçlüyü də atacaq. Yəni ki, Emini mən yaxşı tanıyıram. Reboundlar, stillar, hər şey var oyuncuda. Bu da rebound. Tələsir, hələ tələsir, qorxur. Çıxmaq lazımdır. 3 xallıq atış yaxşıdır, çox yaxşı. Yaxşı texnika ilə atdı Vadim. Fəxri tələsir. Amma yenə də düzgün gedir top. Fol. Baku Heat'in də birinci foludur. Emin məncə. Mən belə bir situasiyaya düşsəydim, Buyur. mən çalışardım fol qazanım. Follar dolsun, limit dolsun. Bəli, mən belə bir situasiyaya düşsəydim, mən Daha sonra- çalışardım fol qazanım. Sərbəst atış xəttinə getmək üçün. Bəli. Artıq play-offda mən bildiyimə görə komandaların time-out şansı da olacaq. Komandalar Yarı final oyunda yəni. Bəli. Səhv eləmirəmsə, referilərin media time-out'u olacaq. Oy. Çünki biz çox gərgin mübarizələr gözləyəcəyik. Olimpiya gümüş mükafatçısı Alfonso Dominguez. Dünya çempionu, Avropa çempionu. Bəli. Bu uğurlar ən böyük uğuram Olimpiya oyunlarında qazandığı gümüş medaldır. Fikir verdinsən, əli ilə rəqibi saxlamağa çalışırdı belə. O qədər uzun qollar olan bir oyuncudur. Həmin dediyim floaterlar, həmin Ruslanın dediyim floaterlar çox təhlükəlidir. Necə atır onları, nə cür atır, kim öyrədib mən Baxır, bilmirəm. top səbətdən Amma keçir. Bəli. İndi də yanımıza həmin o axtardığımız Tontonun qardaşını biz Səidi dəvət eləyirik. Səid də bir neçə kəlmə, bir neçə söz deyər bizə yarışla bağlı. Salam Səid, salam. Bir qədər də qardaşın görəm yoxdur burada. Gəlməyib yoxsa buradadır, burada deyil. Danış, sən danış onun yerinə. Basketbol haqqında danış, liga haqqında danış. Demək istəyirəm, çox sağ olsun Ruslan belə bir media liqa yaratdı. İnşallah ona arzulayıram ki, bu media liqa yəni burada da bitməsin. Tarixlər yenidən Davamlı olar. yazılsın, bəli. Nə çağırış edə bilərsən buradan basketbola maraq göstərənlərə, basketbol izləyənlərə? Bizi izləsinlər. İnşallah bundan da çox uğurlarımız olacaq. Uğurlar Səid, sizin komandaya, sizə. Təəssüf ki, qardaşın yoxdur burada, amma olsa maraqlı olardı. Kimdir favorit komanda? Favorit komanda İdealı kimi görürsən idealı bir özüm, bir də Ruslanı. bu komandanı, Ruslan bəli. dedi komanda. Ruslan sənin dostundur deyəsən. Bəli, Ruslan uzun illərdir dostluq ediyoruz. Hələ ki dururlar, Ruslan dedi komandası dururlar. İzləyə oyunu, uğurlar sana Səid. Uğurlar. Hesab 3-1 Media Kings irəlidədir. Nadir fərq getgədə artır. Fərq artır getgədə. Fərq artır, amma mən yenə də Eminə inanıram. Düzdür, o birisi komandanı da dəstəkləyirəm. Onlar da hamısı mənim Vadim yaxşı yaxınlarım. oynayır.
Vadim Vadim- atış texnikası yaxşıdır. Mən fikir verirəm. Ümumiyyətcə basketbola həvəsi var. Səhv eləmirəmsə onlar dostları ilə yığışıb basketbol Oynayırlar, oynayırlar. oynayırlar. Emin çalışacaq üçlü eləsin, amma çətin olar əlbəttə ki. Artıq fikir verirsən, belə oyunlarda hakimlər azca da olsa başlayıblar ciddiyyətlə yanaşmağa. Bravo olar. Bençi də yaxşıdır. Media Kings'in bençi də yaxşıdır. Alfonso topun arkasında. Düzdür, onlar 5 nəfər deyirlər, 4 nəfərdilər. Hə, bu da həmin futboldur. Bravo, bravo. Necə atır, nə cür atır, dünya hələm onu bilmir. Amma atır. Atır, amma atır. Çox maraqlı bir Ruslanın zərbəsi var layaplarda, atışı var. Gəlir, tutalım ki, sağ tərəfdən topa fərqli spin verir. Fərqli spin verir. Çətindir əlbəttə Eminə. Emin də artıq yorulub. Bench zəif. Yenə bəlkə həmin spinə sən fikir verdin və mən 10 saniyə bundan qabaq həmin spin haqqında danışırdım. Tamamilə başqa tərəfə getməlidir o top. Necə onu eləyir, mən bilmirəm. Çox gözəl zərbə idi. Çox gözəl atış idi, bəli. 28 nömrəli oyuncu. Əslində Blok da var hətta. onun idman təməli var, idmançı təməli var. Məşqlərdə iştirak eləsəydi, bəlkə də nəsə edə bilərdilər. Məşqlərdə iştirak eləmədən Emin Həsənovu tək qoydular. Bəli. Bu da problem deməkdir. Bu da komandaya Emin problemdir. Həsənov topla düşdü və çox gözəl idi. Yenə də gözəl idi. Fəxri, gözəl spin, gözəl pas. Ruslan tələsdi. Top göylərdə. Fəxri topa başlamaq istəyir, amma Alfonso deyir ki, mənli idi. Mənli idi. Mütləq onu çağıraq oyundan sonra. O var, o var. Qısa suallar ünvanlayarsan, danışsın basketbol haqqında. Fəxri layapı qaçırdır. Çünki mən bilirəm, onun ağlında pas verməkdir. Bu da belə, bu da belə. Mən dediyim kimi biz o atışı çoxdan gözləyirdik Emindən. Hələ vaxt var, vaxt var. Ümumiyyətcə, mənim yadımdadır məşqlərdə onun no miss məqamları da olub. 3 atış dalbadal düşürdü o oyuncu. Bu nə edir? Fəxrinin fikri nə idi biz başa Ötürmə etmək düşmədik. istəyirdi. Vadimi ötürmə etmək istəyirdi. Yenə atmaq lazımdır. Pollar da olur. Zədələnir indi, Fəxri zədələnir. Emin yenə də çalışacaq və bunu deyə bilərəm. Emin bir dənə də üçlük düşə bilsə, yəni ki 2 xallıq oyun tam qaydacaq. Yəni maraqlı 30 saniyəyə baxarıq. Çətindir. Alfonsonun yanında çətindir. Çətindir. Çox yaxşı slayd müdafiəsi var. Bəli, bəli. Basketbolçu olmasa belə yaxşı slayd müdafiəsi var. Wow. Yaxşı. Şans var, amma şans var. Bir dənə dəqiq atış lazımdır. Bir dənə üçlü, bəlkə də gol qazanmaq yox. Yox, belə. Çətindir. Məncə içəri girib gol qazanmaq daha əlverişli olardı. Alfonso'dan in and out hərəkətləri biz görürük. Çox yaxşı in and out. Sürət, driblingini nümayiş etdirir Alfonso, yaxşı pas. Fəxri. Orada düzdür foul var idi, hakimlər o qərara gəldi ki, o verməsinlər və Kutukov öz peşəkar idmanından bir məqam bizə nümayiş etdirdi. Voleybol zərbəsi. Və Vadim Kutukov'u burada çatdırırlar ki, Güləriz bura insandır. basketboldur. Bəli, Güləriz insandır, hər zaman maraqlı, çox pozitiv, çox çox, sadə inanılmaz pozitiv insandır, güləriz və insandır. işinin də peşəkarıdır məncə. Bəli. Fenerbahçe İdman məktəbində o da Amil Əmzəyevin yaxın dostlarından biridir. Bəli. O da oyunlara gəlir, onu da qeyd edək, tez gəlir oyunlara.
Emin, atmalısan. Yox, vaxt bitdi. Dəvət eləyək Alfonsonu. Alfonsonu dəvət eləyək. Özün danış. İstəyirsən. Mikrofonu götür, özün danış. Dəvət elə gəlsin.